Erməni revanşistlərinin hərbi əməliyyatları bərpa etmək çağırışları fonunda Ermənistan silahlı qüvvələri Naxçıvanla şərti sərhədə yeni bölmələr yerləşdirib. Bəs görəsən bu yeni müharibəyə hazırlıq ola bilərmi? Ümumiyyətlə, Ermənistanın Naxçıvan istiqamətinə hücumu gözləniləndirmi? Mövzunu konkret baza ekspert Rizlan Hüseynov belə şərh edib. Rizlan Hüseynov, informasiya müharibəsi real müharibədən daha təhlükəli və effektivdir. Ermənistan hakimiyyəti öz dövlət maraqlarına qulluq etmir. Onun qərar vermək qabiliyyəti çox aşağıdır və kənardan idarə edilir. Biz görürük ki, Ermənistan regionda gərginliyin artmasına maraqlı olan bir sıra dövlətlərin istəklərini yerinə yetirir. İran, Rusiya və Fransa regionda gərginlik istəyən dövlətlərdir və onların hər üçün Ermənistan ərazisində təmsil edilir. Naxçıvan-Zəngəzur istiqamətində Rus xüsusi orqanlarının qüvvələri cəmləşib. Avropa humanitar missiyasının tərkibində isə Fransa və digər ölkələrin kəşfiyyatçıları mövcuddur. Qafan və başqa ərazilərdə isə İranın Sepah korpusunun hərbçiləri yerləşib. Onlar yeni müharibə ocağı yaratmaq, regionu qarışdırmaq və öz maraqlarını təmin etmək istəyirlər. Azərbaycan isə bütün bunları nəzərə alır və anlayır ki, Ermənistan xarici havadarlarının dəstəyinə arxalanır. Onlar isə İrəvanı qurban verməyə hazırdılar. Ona görə də rəsmi Bakı bu məsələdə adekvat addım atacaq. Çalışacaq ki, məsələ tam olaraq Bakının milli maraqları çərçivəsində həll edilsin. Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəli isə saytımıza açıqlamasında qeyd edib ki, Ermənistan hücum etsə heç bir nəticə əldə edilməyəcək. Əksinə bu Ermənistanın növbəti məğlubiyyətinə gətirib çıxaracaq. Burada əsas məqsəd sülh prosesinin şantaj olunması və təxribata cəhddir. Məsələ ondadır ki, İrəvan sülh müqaviləsinin imzalanmasına tələsir. Azərbaycan isə deyir ki, Ermənistan öz konstitusiyasını dəyişməli və ATƏT-dən imtina etməlidir. Çünki rəsmi Bakı İrəvanın səmimiyyətinə inanmır. Ona görə də Ermənistan təxribatlara əl atmaqla bu prosesləri şantaj etməyə çalışır.